Salam əziz izləyicilər. Adalya Hub verilişində yenidən efirdəyik. Uzun fasilədən sonra biz yenidən qayıtdıq. Bilirəm, siz də bizim üçün darıxmışdınız, biz də sizin üçün darıxmışdıq. Və yenidən studiyamızın qonağı Rövşən. Necəsən? Rövşən tək. Yaxşıyam, şükür Allah, hər şey qaydasında deyək ki, öz axarında gedir. Belə davam eləməklə də yaxşı yollara doğru gedirik deyək ki. Həm bərabər şəkildə, həm tək şəkildə. İnşallah. Olacaq, yaxşı videolar da olacaq. Gözəl çəkilişlər də olacaq. Fasilə verdik ki, görək, araşdıraq, görək bizlərdə nə var, nə yox da. İndi biraz ona görə fasilə verdik. Bu retro fasiləsində biz də özümüzə fasilə verdik. Bəli, retroda təzə addımlar atmadıq və belə düşündük ki, qərara gəldik ki, bugünkü mövzumuz nə olsun? Bugünkü mövzumuz bundan ibarətdir ki, hansı bürcü, necə? Davamını siz götürün. Hansı bürcü? O Rövşənin çox xoşuna gəldi. Bəli, bəli. Hansı bürcü necə əldə etmək olar? Çox maraqlı bir mövzudur. Bəli, məncə bunu diqqətlə izləyin. Hətta siz bir qeyd dəftəri götürərsiniz, bunu izlədikdə qeydlərinizi də apararsınız ki, bu mövzunu yaddan çıxarmayasınız. Hansı bürclərin hansı xassiyyətdə olur, necə əldə etmək olar? O teoriyaların hamısını bu gün Rövşən sizin üçün verəcək. Bəli. Başlayaq. Bismillah eləyək, bəli, əlbəttə. Başlayaq. Qoçlardan. Başlayaq, qoçlardan, dominantlardan. Məsələn, qoçu əldə eləməyin əslində bir neçə yolu var. Amma birinci qayda olaraq ən əsas yolu budur. Qoç nə qədər kobud görünsə də, bir o qədər uşaq xasiyyətlidir. Məsələn, kiçik şeylərlə xoşbəxt ola bilər. Qoçu əldə eləməkdən ötəri birinci ona dözməlisən, səbir göstərməlisən. Bu birinci qaydadır. Yəni o insanın xasiyyətini bilə-bilə onu sevmək istəyirsən, ona addım atmaq istəyirsən və bilirsən ki, bu insan ani bir anda əsəbləşə bilər. Ani bir anda hiqqə ola bilər, özündən çıxa bilər, amma nə qədər aqressiv bildiyimiz divar, o divarın içində bir dənə də balaca bir uşaq özü üçün oradan nəsə düzəldib oynamağa hazırdır. Sadəcə gözləyir ki, gəlsin bir nəfər o uşağı oyatsın, daxilindəki uşaq ortalığa çıxsın. Birinci qayda olaraq qoça və qoçu necə əldə eləmək? Qoçu əldə eləməkdən ötəri birinci onun daxilindəki uşağa toxunmalısan, oyatmalısan və o uşaqla dil tapmağı bacarmalısan. İkinci qayda budur ki, onun bütün stressinə, əsəbinə dözümün ola, hər əsəbində ona sən də kobud çıxış eləməyəsən və onun stresini əldə edib onu yumşaltmağa çalışasan, bir pambığa çevirəsən də, yəni nə qədər daş olsa da pambıqdır bu. Və üçüncü qaydada belə deyək də daş görünür, içdən pambıq var. Bəli, çox yumşaq, yəni o vay, çox yumşaqdılar, amma şeydilər də, beynin parası yoxdur da, yəni. Əsəbidirlər. Ağıllıdılar dedim. Hə, onların daxilindəki uşağa toxunun deyərdim. Qoçu ancaq belə əldə edə bilərsən. Onların xanımları ilə bəyləri eynidir? Bəli. Xanımları ilə bəyləri belə deyim də 99,9% bərabər situasiyalarda yaşayırlar. Bəli. Bəs buğalar? Buğalar. Və buğanı əldə etməkdən ötəri gələ birinci belə deyim də iki qrup var buğa. Bir narsist buğa var, bir narsist olmayan buğa var. Narsist buğanı əldə etməkdən ötəri heç vaxt heç nə eləmək lazım deyil. O özü sənə addım atmalıdır və narsist olmayan dominant buğalar ailəcanlıdırlar, bərəkətlidirlər, ruzludular, dəhşətli dərəcədə. Və bu insanları əldə etməkdən ötəri düzdür. Və birinci qayda olaraq onun ruhuna xitab eləməlisən. Bu nə deməkdir? O xoşlayacaq sənin üstündə hökmranlıq eləməyi. Hara getdin mənədir, onu elədim, bunu elədim mənədir. Bu ondan asılı deyil. O sadəcə idarə eləməyi sevir. Buğa sadəcə idarə eləməyi xoşlayır. Ona görə bir buğanın həyatına girirsənsə, birinci qayda bunu bilməlisən. O sənin bütün hər şeyə qarışa bilər. İkinci, yemək bişirmə qabiliyyətin gözəl olmalıdır, həddindən artıq. Çünki onlar da bacarırlar bunu. Üçüncü, qoxu qabiliyyətin gözəl olmalıdır. Çünki o qoxulara çox həssasdır. Dördüncü, onun heç bir işinə qarışmamalısan. Məsələn, tutalım sən ağır bir iş görürsən, o uzanıb istirahət eləyir. Sən ona deməməlisən durmaya kömək elə. O zaten sənin ağırlığını bilir. Duracaq özü kömək eləyəcək. Vaxtını gözləyir. Sadəcə ona demə ki, bunu gəl mənə bir dənə belə elə.
Yəni onların həyatına yol tapmaq istəyirsinizsə, qayda budur ki, onların həyatına girəndə özünü onlara bəxş eləyəsən. Onlara qarışmayasan, özünü onlara bəxş eləyəsən. Yəni tamamilə o səni idarə eləsin. Evet, deyim ki, təkcə münasibətlərdə deyil, belə deyək. Torpaq ünsürlərinin deyərdim ki, hamısında 90% belədir. Oğlaq qız idarə eləməyi çox sevirlər. Aralarında bir dənə qız var ki, misal üçün, qızın belə bir xəssiyyəti var. Getirik əkizlərə, amma qoy bu qızın xəssiyyətini deyim. Qızın belə bir xəssiyyəti var. Qız qarşısındakını puldan əldə etməyi xoşlayır. 50-60% qızlar hökmranlıq eləməyi xoşlayır. İşləməsin, işləməyə qoymuram, amma məndən asılı olsun, mənim pulumu yesin. Nəsə ehtiyacı varsa məndən umsun. Nəsə gözləyirsə mənə desin. Xəstələnirsə məndən gözləsin dərmanını. Qız belə şeyi xoşlayır, konkret xoşlayır. Yəni 50-60% belədir. Oturub bəlkə də analiz eləsə insanlar görəcəklər ki, doğrudan da bu insan məni özündən asılı eləmək istəyir. Yəni konkret deyir ki, məndən asılı olmalısan. Aralarında bir dənə torpaq ünsüründə qız belədir. Mənə gəlir ki, dediyim kimi, bayaq təkcə yəni qadın-kişi münasibətlərində deyil, övlad-ana münasibətlərində də elədir buğalar. Ümumiyyətcə ailə münasibətində belə bir şey deyim də, xassiyyəti necə bölmək lazımdır? Bürcə əsasən uşağa qarşı öz uşaqlığın kimi davranmalısan. Çünki biz 18 yaşdan sonra daha olğunlaşıb o bürcün daha dərinliyinə düşürük, əyləncə vaxtlarımızdan daha ciddiyyətimizə. 25 yaşdan sonra daha ciddiləşir. Bizə xassiyyətini tam götürürük və gedirik yüksələni xassiyyətini götürməyə. Və buna görə də öz uşaqlıq xassiyyətini onun üstünə qoymalısan. Mən də belə idi və mən də belə idi. Yox, mən bunu eləmişəm, sən eləməyəcəksən, yox. O da sənin uşaqlığını yaşayır, sən də onu eləmisən. Yəni belə şeylər. Və gedək əkizlərə. Əkizləri əldə etmək üçün belə deyim də, birinci qrup, ikinci qrup əkizlərlə fərq çox olduğuna görə ikinci qrup üçün heç nə vecinə deyir. Bunu açmayacağam bu mövzunda. Amma birinci qrup əkizlərdən sırf söhbət eləsəm, bir ağıl, mütləq belə deyim. Ona bir də ağıl verməsinlər. Oturub qarşısında məsələn əkizi davam eləyəcəm, amma tərəzidir, bir də əkizdir. Və belə oturacaq, sən danışacaqsan. Yəni, sən ona leksika danışır, kitabdan danışırsan da, onun umurunda deyil. Yəni, çünki o onu bilir. Yəni, bilməsə belə o haqda fikri var, sən ona fikir verəcəksən. Xeyr, əkizi əldə eləməkdən ötəri birinci qayda olaraq onun qabağında öz ağıllı göstərməməlisən. İkinci qayda olaraq belə deyim, birinci qrup əkizlər qeybət sevmirlər. Onun bunu dayıcı danışmaqdır, tudadır, sudadır. Kimsə dayıcı danışmamalısan. Əkizi əldə eləməkdən ötəri məntiqli addımlar atmaq çox qəşəngdir. Məsələn, romantik nağıl xoşlayan əkiz var, onun da daxilində bir uşaq var. Amma əkiz sənin yanında uşaq kimi özünü aparırsa, ay belədir, ay elədir, ay o qədər körpə olur ki adamın yanında, sevdiyi insanın yanında. Ona görə onu əldə eləməkdən ötəri addım atdığın hər bir şey onun diqqət mərkəzində olacaq. Amma elə addımlar atmalısan ki, belə deyim də, özünü ondan şey göstərməyəsən. Ali, uca, yuxarıdan aşağı baxan kimi stabil onun üçün getməlisən, stabil bir avazda. Bir tərəfdən kini olmadığına görə əkiz birinci qrupun kövrək olduğuna görə romantikanı çox sevirlər. Məsələn, dəvət eləyə bilərlər yağışlı havada gəzməyə. Məsələn, yaşıl əkizə düşməsə də təbiəti sevirik, çox mükəmməl. Amma bir getdiyi yerə bir də getmək istəmir. Ona görə həmişə getdiyi yerə aparmasınlar onu. Başqa-başqa, fərqli-fərqli yerlər öyrətsinlər, fərqli-fərqli yerdə gəzsinlər ondan. Əkiz əldə eləmək biraz da qəliz bir şeydir. İkinci qrup çox asandır, birinci qrup çox çətindir.
Bu yaxınlarda bir iş görüşməsi var idi. Qarşımdakı insan sanki mənə təsir göstərmək üçün o qədər uzun danışdı. Hiss elədim ki, bu hələ danışığın ardı da gələcək. Mən qısa olaraq dedim ki, müəllim, sizdən çox xahiş edirəm. Siz danışdıqlarınızın hamısını artıq mən bilirəm. Yəni bizə nəsə etmək yox. Siz məni o türklər demiş, ikna eləyə bilməyəcəksiniz. Əgər bu mənim başımda varsa, mən ona qərar vermişəmsə eləyəcəm. Siz istəyirsiniz burada 3 gün danışın, istəyirsiniz 3 ay danışın, istəyirsiniz 3 dəqiqə danışın. Mənim beynimdəki fikri, qərarı siz dəyişə bilməyəcəksiniz də. Ən yaxşısı mən öz bildiyim yolla gedim, siz də öz bildiyiniz yolla gedin. Yəni əksinə deyə bilməzsən ki, bu çay tünd çaydır. Mən görürəm o. Yəni bu çay əslində çox qəşəng çaydır. İçində kəkliyotu var, ona görə dəmir almayıb da. Gedək xərçənglərə. Gedək. Deməli, xərçəngi əldə etməkdən ötəri diqqət. Çox. Diqqət. Xərçəng çox diqqət sevir, qayğı sevir. Romantikadır. Yəni gün ərzində ən azı 2 dənə SMS atmalısan. Nə qədər başın qarışıq olur olsun. O hiss eləməlidir ki, filan kəs mənimlə maraqlanır. Onda belə bir duyğu hissi var ki, mən unudulmuyum. Yəni özündə unutdurmur. Yəni onda deyim. Birinci diqqətli xərçəng əldə eləməkdən ötəri, ikinci səliqəli olmalısan. Məsələn, çox da əkiz də səliqəni sevir. Pintiliyi sevmir. Həssas, kaprizlidirlər. Bunu da deyim. Xərçəng də kaprizlidir. Hər şeyə fikir verəcək, amma heç nə deməyəcək. Gələn günlərdə onlar düzəlməsə, səndən uzaqlaşmağa və soyuqlaşmağa başlayacaq. Və birinci qrup xərçənglərə yalan danışa bilməzsən. Yalan danışsan çox da belə deyim, uduza bilərsən, onu itirə bilərsən. Diqqətsizlik, bir orxideya gülünə nə qədər su versən, bir o qədər çiçəklənər, gözəlləşər. Eyni qaydada xərçəng bürcü insanları da bir diqqətsizlikdən solub gedə bilər. Ona görə onları həmişə sulamaq və diqqət mərkəzində saxlamaq lazımdır. Bu qədər sadədirlər yəni. Çox asan bir şeydir. Amma hal-hazırda belə də baxanda insanların 90% diqqəti belə deyim, verə bilmir. Deyim. Yəni elə bir zaman və situasiyasına gəlmişik. Və onların da demək olar ki, 90% solub gedir. Xərçənglər. Ürəyim ağrıdı xərçənglərə. Şirlər? Gedək şirvircəyə. Şirlər oddur, alovdur. Şiri əldə eləməkdən ötəri heç nə eləyə bilməz. Necə ki? Yəni o ancaq sən əldə O eləyə ancaq bilər. sən əldə eləyəcək. 2 dənə birc var. Yəni şir, əqrəb. Bunları əldə eləməkdən ötəri heç nə eləyə bilməzsən. Onlar səni əldə eləyə bilərlər. Və bu birinci qrupa aiddir. İkinci qrup əldə eləyə bilərsən asanlıqla. Özü bir dənə bahalı görsət əldə eləyəcəksən ikinci qrupu. Birinci qrup şir və əqrəbləri, yəni könlü səni istəmirsə, sən qızıldan da olsan səni qəbul etməzlər. Yəni lap belə dünyanın ən bahalı brilyantı ol onun gözündə, yəni səni qəbul eləməyəcək. Əgər könlü səndə yoxdursa. Yəni amma belə deyim də, şir əldə etmək istəyirsənsə, birinci növbədə onun egosunu sevməlisən. Egosunu sevməlisən. İnsan sevmək çox asan bir şeydir. Birini sevə də bilərsən, vurula da bilərsən, aşiq ola da bilərsən, amma birinin egosunu daşımaq çox çətin bir şeydir. Ona görə şirin birinci egosunu daşımalısan. Onu əldə etmək istəyirsənsə, ikinci postunu daşımalısan. Sən onun təmsil elədiyi bir insansan, onun postunu heç bir yerdə aşağı salmamalısan. Ona layiq olmalısan. Onun hardasa olan hörmətinə zərər gətirməməlisən. Çox ağır bir şeydir şirin sevgilisi olmaq, yəni bunu da deyim. Ona görə şir əldə etməkdən ötəri birinci dürüst olmalısan ona qarşı, nəsənsə dürüst olmalısan ona qarşı. 2, ona güvən verməlisən. 3, gözləməlisən ki, o səni əldə eləsin. Ona görə məndə o əkizlərlə şir birləşib çox ağır basır. Məsələn, dolsa da biraz qəliz bir. Çatana danışarım. Gələk qız bürcünə. Qız bürcünə. Qızı əldə etməkdən ötəri, məsələn, mən bu geyimdən onları əldə edə bilərəm. Əgər məndə fikri varsa, çox səliqəli. Dırnaqlarım da səliqəlidir. Hər şey səliqəlidir məndə hal-hazırda. Hətta ağ ayaqqabım da təmizdir. Üstünü tərtəmiz eləmişəm. Mən biraz elə şeydə diqqətliyəm. Ayaqqabım gərək həmişə təmiz ola. Qızı əldə etməkdən ötəri çox təmiz olsan belə sənə vurula bilər. Özünə diqqət edən bir insan, özünə hörmət edən bir insan olsan,
o sənə vurula bilər. Düzdür, birinci yenə başlayacaq səni araşdırmağa, tuda-suda, amma yenə də Analiz eləyəcəkdi amma yenə. qızın könlünə xitab eləməkdən ötəri birinci gərək ipi verəsən onun əlinə. O elə bilsin ki, səni idarə eləyir. Yəni o bunu istəyəcək. Yəni vaxtının asudə vaxtlarını sənə ayırmaq istəyəcək. Sən də vaxtının asudə vaxtlarını dostlarına yox, ona ayırmalısan. Hiss elətdirməlisən ki, mənim həyatımda sən varsan. O bunu hiss eləməyi də xoşlayır. 7/24 kontrol. Bəli, bəli. Və buna görə də diqqət mərkəzində qalmaq, diqqətdən kənar çıxmamaq, elədin hər bir şeyi deməlisən. Deməsən də belə hörmət əlaməti olaraq göstərməlisən. Yəni takıntılı, çox takıntılıdılar. Ona görə ona demədiyin bir şeyi eləsən, sonra desən, niyə mən demədin və burada nəsə var idi ki, sən mənə bunu deməmisən. Birinci vasitə olaraq o insanların həyatında varsınızsa, nə olur olsun, tutalım ki, gedirsən bazarlığa, yaz ki, mən getdim bazarlığa. Yəni, hara gedirsən get, lap belə dünyanın axırına get bazarlığa. Amma yaz ki, mən bazarlığa gedirəm. Əlində sumka ilə qaydanda sənə deməsin ki, mənə niyə deməmisən? Yəni, onun könlünə bu ən gözəl xitab eləyən bir şeydir, addımdır. Bəyləri, xanımları, yəni Fərq bu hər eləmir. ikisinə İkisinə də, aiddir. birinci qrupuna aiddir. Elə deyil. İkinci qrup zaten pintidirlər. Və növbəti bürc Rövşənin sevimlisi, Mənim tərəzilər. əriyir bunları görür. Görəndə yox, onlar haqqında Adını eşidəndə. Amma ikinci qrup tərəzilər var ki, onları gör tərəziyə nifrət edir. Amma birinci qrup tərəzi görən kimi ay Allah. Danışaraq oldu. Yəni mən birinci qrup tərəzi gördüm, özümdən sıxıram. Yalan deyil. Bir tanışımız bir tərəzi də yox deyir, bir səndən tanış eləyək. Bəlkə gəlib ikinci qrup çıxıb nifrət elətdirəcək mənə hər şeyi. Onu səndən tanış eləyəndən sonra biləcəyik, biridir yoxsa ikidir. Yox. Tərəzini əldə etməkdən ötəri eyni qaydada ağıllı olmalısan, əkizdə olduğun kimi. Yəni ağıl görünüşün vacib olmalıdır. Yəni görünüş çox vacibdir onlar üçün. Xoşlayırlar mənim yanımdakı insan həm dominant olsun, həm belə deyim, göstərişdən uzaq olmasın. Məsələn, bir baxan bir də baxsın. Yəni pis məndə yox ha, yəni gözəl olsun, başa düşdün? Yəni tərəzi ağıl sevəndir, məntiq sevəndir, tərəzi düşünəndir. Ona görə onun həyatına nə qədər girməyə çalışırsansa, tamam, okey, əla. Amma belə bir şey də var ki, tərəzi səni birinci analiz edəcək. Tutalım ki, bir tərəzi ilə çaya getmisən, o həmin dəqiqə o qərarı verməyəcək. Həmin dəqiqə qərarı o halda verə bilər ki, doğrudan da sən ona çayda həddindən artıq çox həzz vermisən. Gözəl vaxt keçirdib səndən, oturub səndən cümlə var da, sapioseksual. Sapioseksual. Bu cümlələrdən mənə 2 dəfə olar şikayət ediblər. Cümlələrdən şəhvətlənən insanlar olurlar da və bunların adətən yarısı tərəzi bürcü olur, bir də qız bürcü olur. Əkizlər də ola bilər. Hə, yəni ona görə onu ofsunlamalısan tərəzini. Tərəzini ofsunlamalısan, başqa yol yoxdur. Hə, tərəzinin həyatına girmək istəyirsənsə onu ofsunlamalısan. Ya hansısa bir cümlə ilə, ya da hansısa bir belə deyim, hərəkətlə, divjeniya ilə. Yəni eyni sualı verəcəm. Bəy, xanım, fərq eləmir hər ikisi üçün. Fərq eləmir hər ikisi üçün. Çünki belə deyim də, astrologiyanı ikiyə bölən insanları çox sevmirəm. Qadını ayrı olur, kişisi ayrı olur. Təbii ki də təsir eləyə bilər ilinə görə. İlinə görə təsir eləyə bilər. Mən xoşlamıram. Çünki əgər sən astrologiyanı aylıq məlumatı, həftəlik məlumatı, illik məlumatı verəndə qadını ayrı, kişini ayrı vermirsən ki. Hə. Başa düşdünüz? Ona görə xassiyyətlərini də bölməməlisən onların. Sən aylıq məlumat verirsən, çıxırsan, YouTube-da məlumat paylaşırsan. Bunu buradan bütün astroloqlara deyə bilərəm. Mənim əlimdə diplomum yoxdur. Düzdür? Amma mən bu elmin kökünə qədər düşməyi bacarıram və gedirəm də hələ də. Yəni o qədər bir elmdir ki, təsdiq olunmayan bir elmdir, amma kökü yoxdur bunun. Get nə qədər istəyirsən. İllik, aylıq, həftəlik məlumat mən özüm də arada bir paylaşıram. Düzdür? Bəli. Mən niyə demirəm ki, kişilərin kişisinə bu həftə pul gələcək, qadınlarına gəlməyəcək? Xeyr, ona görə xassiyyəti də bölməməlisən. Niyə xassiyyəti bölürsən?
Çünki kişinin də xassiyyəti eynidir, qadının da xassiyyəti eynidir. Aralarında illər böyük rol oynayır, yüksələn böyük rol oynayır. Ona görə xassiyyət heç vaxt bölünməməlidir. Mənim düşüncəmə görə. Adətən nəyə görə bu sualı verdim? Adətən deyirlər ki, yox bəyləri deyil xanımlara və yaxud da ki, xanımları deyil bəyləri. Ona görə. O birisi nədən irəli gəlir? Bir xanım özünü şir kişisinə oxşatmaq istəmir. Məsələn, kişisi belədir, mən başqayam. Sən hara başqasan? Sən bəlkə ikinci qrupsan, o bəlkə birinci qrupdur. Başa düşdüm. Qadınları belədir, kişiləri. Xeyr, birinci, ikinci qrup söhbətləri var, üçüncü qrup söhbəti var. Keçirik əqrəblərə. Əqrəblərə keçməmişdən, məsələn, eyni qaydada onlar da elədirlər. Məsələn, şir kimidirlər. Əqrəbdən danışanda açıq gözlü olmalıdır. Sehir bundadır. Hə, niyə? Səbəb? Səbəb odur ki, yəni onların ruhuna xitab eləmək lazımdır. Bu açığı ilə mən onların ruhuna təmiz xitab edirəm. Açığını çıxartdım, eləyə bilmirəm. Açığını taxdım, məncə onların ruhuna xitab eləyə bilmirəm. Eyni qaydada əqrəbləri əldə eləməkdən ötəri heç nə eləmək. Yəni nəsə bacarmayacaqsan. Birinci qrup əqrəblər özü ancaq özü buraxmalıdır. Deməlidir gəl. Məsələn, qapıları var. Bizlər var ki, bunların qapıları var. Dolça da belədir, əqrəb də belədir. Deyir ki, mənim qapımı açmamışdan əvvəl birinci mənim xasiyyətimi bilməlisən. Mənə yalan danışmamalısan, mənə inamsızlıq eləməməlisən, mənə güvənsizlik eləməməlisən. Mənim harda olduğum, necə olduğum mən sənə bildirə bilərəm. Bildirmədimsə çox üstümə gəlməməlisən. Əqrəb xoşlayır ki, belə deyim, idarə eləsin, amma çərçivə içində. Hə. Necə çərçivə içində? Çoxuna getməz. Yəni çox qadağalar qoymaz, elə qadağa qoyar ki, sərhəd ora qədər olsun, ondan artığı olmasın. Hər işə qarışmaz, amma məsləhət verməyi də çox xoşlayır, məsəl üçün. Əqrəbin həyatına girməkdən ötəri birinci qaydada ona güvən verirsən. Çox normal şəkildə ona güvən verirsən. İkinci qaydada inam verirsən və ona da inanmağa başlayırsan. Üçüncü qaydada qəti bir şəkildə ondan üzbəyiz olanda beynində belə olsa yalan danışmamalısan. Yəni o sənin beynində gəzir orada, futbol zad oynayır özü üçün. O ordadır, fokuslanıb sənin beynin və sən nə hiss edirsənsə, o da onu bilir. Yəni ona görə özünü egoist göstərməməlisən onların qabağında, təkəbbürlü göstərməməlisən. O özündə olan heç nəyi başqasında görmək istəməz. Özü də egoistliyi var, təkəbbürlüyü var, özünü bəyənir, özünü sevir. Amma özünü onun qabağında yuxarı nə qədər yuxarı göstərsən, bir o qədər də gözdən düşə bilərsən onun üçün. Yəni əqrəb də xoşlayır birdən ona qaldırmağı, amma ondan da birə salmağı da xoşlayır. Yəni bir gəlişi varsa həyatıma, bir o qədəri də gedişi var. Bəs onlar idarə dediniz ki, idarə eləməyi sevirlər. Onlar özləri necə idarə olunmağı sevirlər? Əqrəb əmr verməyi sevər, əmr almağı xoşlamaz. Ona sən deməməlisən ki, mənə bir stəkan çay ver. İstəkan da başladı, çay da başladı. Onlar bunu xoşlayırlar. Zəhmət olmasa mənə bir stəkan çay ver. Belə navaziş, belə bilsən, o əmr cümlə yaxadır. Əmr ara, əqrəbə əmr eləmək ara, yox. Hətta işini belə buraxar əmrə görə. Bir dəfə əmr eləyərsən, udqunar, bəlkə də ehtiyacı var, 2 dəfə də ehtiyacı var. 3-cü səfər deyər ki, tüpürüm sənin işivə də, sənə də, sən verdiyin maaşa da, sənin əxlaqına da, ləyaqətinə də, sənkisə də, mənim ki, mən. Sağ ol, ehtiyac yoxdur o pula. Yəni, konkret qapını çırparaq gedər. Əsl xarakterli insanlar o zaman əqrəblərdir. Xarakterini ortaya qoyan qoç da elədir, xarakteri ortaya qoyarsan şir də elədir, dominant xarakterli boğa da elədir. Yəni xarakteri olan bizlər çox təhqirlidir. Amma yəni bu yəni bu göstərilmiş bir şeydir. Bu amma birinci qrup əqrəblərə aiddir. İkincilərə görə. Ümumiyyətlə belə baxanda onda dediklərinizin hamısı adətən birinci qruplara aiddir. İkinci qrupları demək olar bütün bürclərin ikinci qrupları eynidir, bərabərlər, bir-birlərinə çox bənzəyirlər. Bəli. Hə. Ona görə də məsələn eyni bürcdən olan insanları görəndə amma çox fərqlidir xassiyyətləri. Demək gedirik ox atanlara. Oradan ver musiqini. Ox atanın həyatına siz necə girməlisiniz? Polnu xodla.
Qoyursunuz orada bir dənə vağzalı və yaxud da əyləncəli musiqi. Musiqini qoydun, polnu qaz 120 ilə gəlirsən onun həyatına. Yəni belə quru-quru gedə bilməzsən ora. Yəni düz gedə bilməzsən. Sən əylənməyi bacarmalısan. Rəqsi bacarmalısan. Gəzməyi sevməlisən, öyrənməyi sevməlisən. Ən azı bir oxumağı da sevməlisən. Ən azı haransa gedib kəşf eləməyi də sevməlisən. Onun ruhuna xitab eləmək üçün dedim də, polnu kod verirsən mahnıya, oynamalı mahnıya. Sürürsən qabağında saxlayırsan, düşürsən, oynayırsan, o dəvət edirsən ki, gəl oynayaq. Elə bir ki, bir dənə xoşbəxt eləyirsən də onu. Yəni o insanlar sevirlər də, yəni dəli dolu insan sevirlər, quru insan sevmirlər. Yəni bütün günü işləyim, evə qayıdım, belə insanları sevmirlər. Bütün pula xitab eləyim, belə insanları da sevmirlər. Bütün nə bilim həyatımı biznesimə həsr eləyim, belə insanları da sevmirlər. Oxatan sevir ki, əyləncəni bacaram. Yəni, çünki bu adam, yəni özü bir partidir, orqanizatordur da özü eləyir. Yəni təşkilatçı da özüdür, həyatı da özüdür, amma bir dənə onun həyatına sən gedəcəksən əylənməkdən ötəri. Sizin dediyiniz o oxatan yalnız mənim bir tanıdığım xanım elədi. O biriləri çox belə ya özlərini göstərə bilmir o zaman. Birinci, ikinci qrup söhbəti var da. Amma belə bir şey də var da. Təbii ki də işi sevir də oxatan. Əlbəttə işləyənlər, işkoliklər. Yox, işləyən həm də ki o dediyiniz kimi əyləncəli, gözəl, şən, pozitiv. Oxatanlar hətta kommentdə də qeyd edə bilərlər. Oxatanların 90%-i əyləncəyə meyllidir. Onlar çünki belə deyim də, bu dünyanın gülüşü onların üzündən gəlir. Yəni doğrudan da oxatan otursun, gülüşü ilə insan qazanar həyatına. Yəni gülüşü ilə ömrü və ömrü bədər. Keçirik oğlaqlara. Oğlağın həyatına girməmişdən əvvəl birinci gərək dəqiqəsinə düzgün olasan, saatı var düzgün olasan. Və birinci qruplara aiddir. Yəni demək olar ki, biz birinci qrupdan danışırıq. Oğlaq disiplin sevir. Nümunədir. Oğlaq qayğı verməyi də sevir, qayğı almağı da sevir. Onun həyatına girəndə birinci növbədə o sənə elə qayğılar verəcək ki, sən bəlkə də şoka düşə bilərsən ki, bu insan məni bir gündür, 2 gündür tanıyır, belə qayğını mənə niyə versin? Amma o elədi. Onun yaranan günü anaçılıqdır, anadır, valideyndir və bacardığın qədər də sən ona diqqət verməlisən. Oxatan yoxdur sözünü sevmir. Olmaz sözünü sevmir. Eləmə sözünü sevmir. Onun həyatına girəndə yoxdur cümləsini unutmalısan. Olmaz cümləsini unutmalısan. Eləmirəm cümləsini unutmalısan. Olmazlar konkret olmamalıdır. Oxatan, oğlaq xoşlayır, belə deyim, həyatında olan insanın onun ruhuna xitab eləməyin. Məsəl üçün atçot verməyi çox sevməz. Ora gedirəm, bura gedirəm, qəti bir şəkildə. Dediyi vaxt dediyi yerdə olmalısan. Əgər gecikirsənsə bir bəhanə gətirməməlisən. Tutarlı səbəbin olmalıdır ki, mən filan vaxt filan yerə keçəcəm, filan vaxt belədir. Onun həyatında birinci nümunəvi olmalısan da, yəni həyatına girəndə. Səliqəli olmalısan, təmizkar olmalısan, ruhuna xitab eləməlisən, qayğı verməyi doğrudan da bacarmalısan onu. Yəni oğlaq sevir qayğı verməyi, oğlaq sevir qayğı almağı. Oğlaq gözəl də ailə başçısı olur. Yəni vəfadır bu insanlar. Vəfa. Yəni, bəli. Yəni belə. Oğlaqlar doğrudan da elədir. Tanıdığım oğlaqlar var ki, dediyiniz xassiyyətləri mən analiz eləyirəm, elədilər. Mənim boynumda da oğlaq sepi var da. Yəni. Hə, bilirəm ananız. Bəli, mənim mamamdır. Mən çünki hardasa özümü birdən yaşa aparmaram. Yəni birdən bir spirtli içki qəbul edirəm. Qədərini bilmərəm və dərhal bilirəm ki, oğlaq mənim yanımdadır. Evə getsəm aləm dəyəcək bir-birinə. İzləyir hər yerdə. Bəli, ona görə mən bu dəqiqə hər bir doğru hərəkətimi anama borcluyam. Hər bir səhv hərəkətimi də anama görə düzəltməyə çalışan bir insanam. Ona görə bu dünyada mənim üçün nümunə anamdır. Nə gözəl. Allah canı sağlığı versin. Cəmi valideynlərə can sağlığı versin. Amin, amin. Dünən də papamın adını verdi. Hə, təbrik edirəm. Buradan təbrik edirəm. Mən belə bir qərara gəldim ki, mən əslində şey götürmək istirdim, GoPro və yaxud da ki bir skuter götürmək istirdim özüm üçün. Kredit bitmişdi məndə. Bir izləyicim 1 il bundan əvvəl telefon götürmüşdü, onun kreditini bitirdi və biz məsləhətləşdik GoPro götürüm yoxsa elektron velosiped. Və mən düşündüm ki, nə GoPro məni xoşbəxt eləyə bilər, nə skuter bəlkə də eləyərdi. Getdim
telefon götürdüm Nə papayçıdan. gözəl. Allah 60 min əvəzini versin. 60 illik yubileyi idi. Çünki bizə bu dünyada valideyn nə olur olsun, heç kim atasını seçə bilmir, heç kim anasını seçə bilmir. Yəni 33 yaşım var, bu 33 ilin içində elədiyim hər bir şey, əskəyyətdən gəldiyim, işlədiyim gündən bu günə qədər hamısını onlar üçün edirəm. Mənə cavanlıq lazım deyil. Mən cavanlığımı bəlkə də 50 yaşında da eləyə bilərəm, 60 yaşında da eləyə bilərəm, amma birinci mənim üçün öncəlik valideyndir. Yəni ruhum olaraq xitab eləməlidir. Onlar bir dəfə xoşbəxt olmalıdır. Yəni məni skuterdə xoşbəxt eləyə bilməyəcək, GoPro-da, amma atamın üzündəki bir gülüş mənim üçün bir vəfadır. Məncə də onların xoşbəxt olmağı atamın bir cümləsi var idi. Atamın 3 dənə cümləsini unutmayacağam heç vaxt. Deyirdi ki, ana qarğış eləyəndə südü qoymur, ata qarğış eləyəndə saqqala amin çəkir. Heç vaxt ata qarğışına gəlməyin. İkinci sözü o idi ki, çörəyi çox eləyin, yeməyi az eləyin ki, qarnınız tez doysun, gözünüz də tez doyar. Üçüncü söz də bu idi ki, dostu qazanmaq çətindir, düşməni qazanmaq asandır. Yəni bu uşaqlığından dediyi və bəlkə də ən belə deyim, mənim üçün yadda qalan cümlələrindən biridir. Ona görə Allah hər kəsin atasına, anasına can sağlığı versin. Mən övladlar tanıyıram ki, bu dəqiqə çöldə çaya 20 manat verir, evdə anasının dəmlədiyi çayı içmir. Çöldə mərciyə 10 manat verir, evdə anasının bişirdiyi mərcini yemir. Amma zaman gələcək, biz əynimizi gəlib köynəyimizi çıxardıb atacaq ora ki, bunu yığışdırmama çönüb baxacaqsan, nə mama var, nə baba var. Və onda ağlım başıma gələcək ki, mən mərcini gərək evdə yərdim, indi çöldə yeyərəm. Çünki mənim üçün mərci bişirən artıq yoxdur. Bəli. Ona görə valideyn hamıya lazımdır və vacibdir və biz onları seçmirik. Allah hamısının canını sağ eləsin. Dünyasını dəyişənlərin də ruhu Allah şad rəhmət olsun. eləsin. Biraz belə qəmli notlarına keçdik amma olsun. Gedək şampiyon olaraq. Dolçalar. Dolçalar dəli doludular. Onların həyatına bayaq dedim, məsələn keçən videoların birində dedim, sən kimsən ki, Dolçaya eyni qaydada, yəni. Yəni o bu icazə verir. Sözünü kəsə də bilər və sair və ilaxır. Onun da bir qapısı var. O qapını döyürsən, qazokdan baxır sənə, incələyir, analiz edir. Birinci həyatına gələr. Yaxşı, tamam, əla. Amma bu deməkdir o səni sevir. O sənə sıra sevgi verməyəcək, qayğı da verməyəcək. O səni birinci analiz eləyəcək, amma hörmət qoyacaq sənə. Yəni bəlkə də bir neçə ay davam eləyə bilər bu. Yəni sənə qarşı soyuqluğu. Onun həyatına girməkdən ötəri birinci ağıllı olmalısan düşüncələrində. Çünki ağıldır. Yəni əkizlərdən sonra dolçalar, dolçalardan sonra əkizlər astrologiyanın beynidirlər bunlar. Ağıllı olmalısan. Düşüncə tərzindən artıq çox filosof kimi olmalıdır. Belə deyim, kahindilər, gələcəkdən gələnlər, keçmişi bilənlərdirlər onlar. Yalan danışa bilməzsən onlara, çünki onlar da tez hiss edirlər, ruh gözəllikləri çox qəşəngdir. Onların öz dünyası, o dünyaya da buraxdıqları insan olaraq xitab eləməlidir. Ona görə onları əldə etməkdən ötəri birinci növbədə başqa bir dünyada yaşamağı öyrənməlisən. Həmin dünyanın qayda-qanunlarını bilməlisən. Çünki onun dünyasında onun öz qayda-qanunları var. O dünyaya gedib o dünyanı məhv eləyəcəksənsə, xeyr, səni buraxmayacaq və qapıdan da səni qova bilər, özdə iti qovan kimi. Yox, sən onu xoşbəxt eləməyi bacaracaqsansa, təbii ki də o dünyada iki xoşbəxt əl-ələ verib güllər, çiçəklər açmaya başlaya bilərlər. Özləri üçün yemək bişirməyə, ailə qurmağa, uşaq gətirməyə dünyaya və dünyalarını böyüdə bilərlər. Birinci növbədə onların dünyasına xitab eləməlisən, bu qədər. Mənim atam dolçadır və mən də əkizlər. Böyük qardaşım da dolçadır. Anam qız bürcüdür, balaca qardaşım oğlaq. Baxıram ki, bizim ailə ümumiyyətlə güclü ailədir, bürclərə görə. Əsas odur ikinci qrup olmasınlar. Yox, məncə heç biri də ikinci deyil. Dolçanın dünyası fərqli. Atamla çox gözəl yola gedirik biz, çünki münasibətlərimiz çox yaxşıdır. Dolça ilə balıq bürcü, balıq qalıb da bir dənə. Dolça ilə balıq bürcü Van qablarının ikisindən də qorxurdu. Yəni belə bir səhv eləmirəmsə hətta onun müsahibəsi var ki, mənə balıq bürcünü yaxın gətirməyin. O qədər. Çünki çox kahin bürcülər, çox kahin bürcülər. Yəni adam oturar, yəni öz gələcəyini görər, elə bilər ki, yuxu görür, başa düşdünüz? Yəni amma prosta onun fərqinə varmaz. O çakralar söhbəti var, açılmaq söhbəti var. Yəni əgər doğrudan da fəlsəfi olaraq özlərini inkişaf elətdirə bilsələr, yəni gözləri ilə çaşqan qaldıra da bilərlər, yerə qoya da bilərlər. Bu iki bürc, dolça ilə balıq. Yəni
olmalıdır. Mən prosta bunun siz necə? Mən bunu böylərdən eşitmişəm. Müsahibəni ki, Vanga deyib ki, mənə balıq bürcünü yaxın buraxmayın. Dolçanı da yaxın buraxmayın. Hə, yəni o xəyallarını dağıdırmışlar onu. Hə, Pünhan, görürsən gələcəyi. Hə, Təsdiqləyir bax. Gedək balıq bürcünü əldə eləməkdən tərəf. Pünhanı necə əldə eləmək olar? Romantik olmalısan. Romantik olmalısan, romantik. Balıq romantikanı sevir. Kədərin olaydım, qəmin olaydım. Balıq romantikanı sevir. Balığın belə deyim, həyatında olmaqdan ötəri birinci növbədə belə deyim. O səni uzaqdan analiz edir. Bu bir. Əgər bir flörtünüz varsa, sadəcə belə deyim. Sən ona addım atmayacaqsan heç vaxt. O sənə addım atacaq. Yəni balıq müşahidə eləyəcək, amma elə bir duyğu verməyəcək sənə ki, sən ona addım atasan. Məsələ budur. Balığın səndən xoşu da gəlsə, onu bildirməyəcək. Gözləyəcək. Hə, gözləyəcək. Qoy biraz da dərinləşsin, biraz da dərinləşsin, biraz da dərinləşsin. Ani bir anda. Momentum həyatındadır, vəsə. Yəni o gözləyir, vaxtı gözləyir. O qoymur sən ona qarşı nəsə addım atasan. O biraz yüngülvarı, soyuq davranır, amma həddindən artıq romantikdirlər. Yəni onların içindəki romantikanı oyatdın, çox xoşbəxt ola bilərsən. Balıq bürcü də insanlara həyatda sevgini, cənnəti yaşadan bürcü olur. Yəni doğrudan da çox möhtəşəm ailə canlıdırlar. Sadiq qalmağı sevirlər, disiplinlidirlər sevgi həyatında. Güvən birinci rol oynayır. Amma yenə deyirəm, sən birinci balığa addım ata bilməyəcəksən. Deyəcəksən, bəlkə də səndən ötürü ölür, amma deməyəcək səndən xoşum gəlir. O momenti özü bilir. Mən gəldim. Həyatıma girməyə yox, artıq həyatındayam, ağıllı ol. Pünhan tərlədi. Pünhan hələ analiz eləyir. Pünhan tərlədi. Pünhan analiz eləyir. Çox qəribədir ki, studiyamızın əməkdaşlarının demək olar ki, 60% balıqlar bürcüdür. Yaxşıdır da. Romantik, bəli, enerjilər yaxşıdır. Məncə balıqların şansları da qəşəngdir. Hə. 26-da da yaxşıdır. 26? 2026. Hə, 2026-da yəni. Hə, bir isti saydım. Veriliş bitsin, onlar isti çayımızda. Çox sağ ol Rövşən. Xoşdur, xoşdur. Çox təşəkkür edirəm. Xoşdur. Mənə gəl ki, maraqlı bir mövzuydu. Bayaqları siqet fasiləsinə çıxanda izləyici yazmışdı ki, mənə bürclərin psixologiyası maraqlıdır. Sizin də əgər bir psixoloq tanışınız varsa, məsələn, sualları məndən olar, bürclərin xasiyyətinin sualları, cavablar psixoloqdan olar. Amma yəni hal-hazırda bilirsiniz, Azərbaycanda 50%, 60% psixoloqların özünün psixoloqa ehtiyacı var. O ümumiyyətlə elə olur. Elə psixoloq olmasa çox sevinərik. Yox, ümumiyyətlə psixoloqlar özləri o qədər yüklənirlər ki, onların da mütləq şəkildə bir supervizorları olmalıdır ki. Mən deyərdim ki, dünyanın ən qısqancı insanları psixoloqlar olurlar. Mən hətta bunun nidasını da qoyaram. O zaman mütləq şəkildə bir psixoloqla bu mövzunu davam etdirmək lazımdır. Bu mənim üçün də maraqlı olur. İzləyicilər də kommentdə qeyd edirlər, maraqlı olsa əladır. Olar. Bir psixoloqa mən bürc haqqında sual verirəm. Niyə bunun xasiyyəti budur? Niyə qoçq əsəbidir və bu əsəbinə qarşı biz ona necə davrana bilərik? Niyə əqrəbə əmr verə bilmirəm və yaxud da niyə əqrəbə hakimiyyət qura bilmirəm? Niyə tərəzi bu günləri mənə deyir ki, gedək parkda sabah gəzək, sabah məni park əvəzinə yeməyə aparır. Mən bununla bağlı ona nə edə bilərəm? Niyə tərəzi mənə zəng vurur, deyir ki, məsəl üçün dönər yeyim, yoxsa nədir o şirniyyat yeyim? Fikir ayrılıcı var da, başa düşdünüz. Ona görə maraqlıdır. Maraqlı olar. Məncə də çox maraqlı mövzudur. Bəli, biz izləyicilərimizdən də xahiş edirik ki,
verilişi izləyərkən, ümumiyyətlə bu proqram çox maraqlı mövzunu müzakirə elədik. Ağ şəxsində öz rəylərinizi də qeyd eləyin, istəklərinizi qeyd eləyə bilərsiniz, təkliflərinizi qeyd eləyə bilərsiniz. Hər kəs onsuz da ki, özünə aid öz bürclərini, özünü tanıdıqda onlara aid öz fikirlərini də yaza bilərlər və gələcəkdə hansı mövzuların müzakirə olunmağını istəyirsinizsə, onları da qeyd eləyə bilərsiniz. Biz sonda təbii ki, fasilə vermişdik, amma artıq ardıcıl olaraq verilişlərimiz davam eləyəcək. İnşallah və o sizin rəylərinizdən biz baxıb hansı mövzular daha çox üstünlük təşkil edəcəksə, gələn verilişlərimizdə həmin mövzuları müzakirə edəcəyik. Bəli. Və bir də sonda izləyicilərə bunu da deyim. İnşallah və amin cümləsini onlara çatdırmaq istəyirəm. Bəziləri bilir, bəziləri bilmir. İnşallah sözü gələcək zaman, amin sözü indiki zaman. Bəli. Nəyəsə həyata keçməyini istəyirsinizsə, amin cümləsini qurursunuz. Nəyəsə gələcəkdə həyata keçməyini istəyirsinizsə, inşallah cümləsini qurursunuz. Çox gözəl. Çox İndiki təşəkkür. zamanı inşallah demək mövzunu uzatmaqdır. Amin. 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 Çox sağ ol bu açıqlamaya görə də təşəkkür eləyirəm. Mən həmişə o iki sözün arasında qalırdım ki, bu hansı zamanda hansını desək daha doğru olar. Çox sağ ol, bu çox qəşəng açıqlama oldu məncə. Təşəkkür edirəm. Buyurun. İzləyicilərimiz sizə də xüsusi təşəkkür edirik. Çox sağ olun. İnşallah gələn dəfə yenidən görüşmək ümidi ilə sağ olun. I love you.